Artıq neçə saatdır ki, Əfqandan heç bir xəbər ala bilmirəm, heç bir məlumat ala bilmirəm. Bilmirəm, Gürcüstanın hal-hazırdakı mövcud rejimi İvanişvili, İlham Əliyevin, Əli Nağıyevin əlindən Əfqanı öldürüb, Əfqan sağdır, ölüdür yoxsa diridir. Yəni heç bir məlumat ala bilmirəm. Nə demirlər saxlamışıq, nə demirlər tutmuşuq, nə demirlər həbs eləmişik, nə demirlər, yəni nə baş verir bilmirəm. Ona görə də bu canlı yayımı açdım. Öncə Facebookda yazdım, paylaşdım, vəkillərlə əlaqə saxladım, hüquq müdafiəçilərlə əlaqə saxladım, məlumat verdim. Öncə çalışdım ki, bəlkə səhv edirik, bəlkə hardadırsa ola bilsin zəng çatmır, ola bilsin əlaqə saxlaya bilmirik də, hər şey ola bilər. Dərhal nəsə bir qənaətə gəlmək olmaz. Düzdür, İlham Əliyevin İvanişvilini, Əli Nağıyevi tanıyanda insan dərhal qənaətə gəlir ki, bunlar adamı öldürə də bilər, bunlar adamın başına oyun da gətirə bilər, zorlaya da bilər, işgəncə də verə bilər. Axı bu rejimlər qatildir.